Gəldikçi postuda qəhvə hiçi hamımız gördük. İndi müdiriyyət möhtərəm Ağayev Padaşla sizin xidmətinizdə. Ağayev Padaş, niyə qəhvə? Ətru təmi yaxşıdır, adamın halı yaxşı edir. Niyə kafe yox, kafe store? Kafe biraz çox yekə olur, adam darıxır fəza yekə olanda, balaca olanda yaxşı tərdir və mənim nəzərimə furuşə məhsul və irayə xədəmat betər az halı irayə xədəmatdır. Kafe store'un təfavütü kafe ilə nədir? Kafe store'da qəhvə və məhsulat canibi qəhvə furuşa gedər. Bəli, kafedə sirfən fəqət irayə xədəmat və irayə nuşidəni yox sifarişlərdir. Xoş, niyə qəhvə heç Axəri Şəhnazda? Mövqiyyət danışgah, hünər və opsi danışgahlara görə. Çay ya qəhvə? Əvvəl çay biraz adamın ağzının təmi idi, əşə sondan qəhvə, qəhvədən sonra adam istəsə bir daha da çay içər. Xoş, niyə Berəndə heç? Kafe heç Mərənd Dərvaqə buranın ikinci şöbəsidir və oradan Berəndə heç başlanıbdır və özünə görə xas bir mənası var. Saat kari və adresidir. Sübh 8-dən gecə 11-əcən adres Bolvar Azadi, Kənargözər Axəri Şəhnaz, Ruberuy Saxtaman Qədimi Danışgah Honər. Xoş, o birisi kafəni siz kommentlərdə yazın, hara necə də mərifəyə.